Sınav imtahanının izahıdır. Birinci sualda 3 dənə x, y, z maddə verildir. Su ilə qarşılıq təsir adi şəraitdə qızdırılırdı. X qızdırıldıqda girir. Biz şimdi natrium su ilə adi şəraitdə girər. Yəni burada qızdırıldıqda da təbii ki girir, amma adi şəraitdə girmir sualı qoyulur. Burada demək natriumu götürməyəcəyik. Dəmir və dəmir bu. Yəni cavab ya Y-dir ya C-dir. Y adi şəraitdə də girir, qızdıranda da girir. Bu yəqin ki aktiv metaldır, yəni qələvi və ya qələvi torpaq metal. Kalium ola bilər, hər iki halda. Z isə heç bir halda girmir. Bu da pasiv metallarda cavab C-bəndir. Birinci sualın cavabı C-bəndir. Keçək ikinci suala. Hansı reaksiyalar doğrudur deyir. Burada NO oksigenlə adi şəraitdə reaksiyaya girir, nə verir? NO2. Bu reaksiya doğrudur. Azot oksigenlə yanmır uşaqlar. Oksidləşir, özü şimşək çaxanda və yaxud da elektrik göz temperaturunda. Bu da belə baş vermir, belədir. N2 plus O2 nə verir bizə? NO özü endotermik reaksiyadır, şimşək çaxanda və yaxud da elektrik göz temperaturunda belə yetmir. NO2 turşu oksididir, qələvi ilə girib 2 dənə duz verir. Niyə 2 dənə duz? Çünki bu su ilə girəndə 2 turşu verirdi, nitrat və nitrit. O zaman bu doğrudur. Sonuçda yanlışdır, bu parçalananda bunu yox, bizə nə verməliydi? N2 oyuna su verməliydi. Ona görə cavab olacaq 1-3 C bəndi. Gələm üçüncü suala. C deyil, 1-3. 1-3 C bəndi. Üçüncü sualda uşaqlar bizə 2 dənə oksid verir, oksigenli birləşmə, elektron sayını verir. X və Y-in birləşməsinin formunu istəyir. Biz burada yazsaq X2O, cəmi 10 elektron var burada. Bunun 8-i oksigenden gəlib, deməli ikisi də bundan gəlib, beləmi? 2 dənə X 2 elektron versə, X-in 1 elektronu var. O zaman proton da 1'dir. Bir S1'dir. Neçənci qrupda yerləşir? Birinci qrupda. Böyük ehtimal hidrogendir uşaqlar. Birin birində yerləşən hidrogendir. Gələm Y2-yə. Bunun 32 elektronu var. Oksigen 8 dənə qoyur. 2 dənə oksigen 16 elektron qoyur. Deməli Y-də 16 elektron qoyur. Deməli Y 16'dır. Deməli proton 16'dır. 3S2, 3P4. Bu da yerləşir 6A-da. Necə yerləşir? Bu hidrogendir uşaqlar. Bu da kükürdür. Deyək ki, bilməsən də olar, problem deyil. Ta ki bilmirsən, X ilə Y birləşdirmək lazımdır. Əgər X ilə Y birləşirsə, qrupu kiçik olan qrupuna uyğun valentlik göstərir. Qrupu böyük olan 8 sıx qrup, yəni 2 valentli olacaq. Formu X2Y olacaq. X-in 1 elektronu olduğundan ikisi 2 elektron qoyur. Y-in də 16 elektron var. 16'sında bu qoyur. Neçə edir? 18. Cavab Y bəndi. Cavab nədir uşaqlar? Y variantı. Gəldik 4-ə. Dördüncü sualda bizdən soruşur ki, X burada qələvidir. Qələvi birisi nədir? Suda həll olan əsaslara qələvi deyirlər. Lityum OH, natrium OH, kalium OH, bunlar qələvilərdir. Qələvi metalla qələvini səhv salmayın. Qələvi suda həll olan əsasa deyirlər. Qələvi metalsa lityum, natrium, kalium, rubidium bunlar. Burada turşu oksididir, natrium sülfat veribdir və su verir. Su verirsə o zaman bu natrium OH-dır. Nədir uşaqlar? Burada isə təkcə duz verib, o zaman burada natrium oksiddir, natrium 2O-dur. Təkcə oksiddir, çünki o qələvi olsaydı su da alınardı. Burada fikir verin, mis OH-ı götürüb, kalium da SO4-dür, o zaman bu da kalium OH-dır. Bu da nədir? Kal. O zaman X və Z qələvidir, Y isə əsas oksiddir. X və Z qələvidir, Y isə əsas oksid. Cavab C. Gəldik 5-ci suala. 5-ci sualda bizə 3 müxtəlif duz veribdir. Suda həll olan. Dəmirin suda həll olan duzlarıdır. Kationların qatlığının hamısı bərabər olubdur. Elə bir miqdar götürüb ki, kationların qatlığı bərabər. Biz bilirik ki, qatlıq dediyimiz şey həll olan bölünsün V məhluludur. V nədir? Bunların üçünün də məhlulun V-si sabitdir. Yəni üçündə də həcm nədir bərabər. Əgər həcm bərabərsə, sabit isə S ilə N-ü birbaşa əlaqələndirmək olar. O zaman elə kationların qatlığı yerinə mol miqdarlarını götürə bilərik. Burada 2 dənə dəmir var. O zaman bunu da 2 götürün, bunu da 2 götürün. Bunu da 1 götürün. O zaman kationlar eyni olacaq da say etibarilə. Anionlara gəldi. NO2 3'ü vur 2'yə neçə edir? 6. 2'ni vur 2'yə 4. 3'ü vur 1'ə 3. X böyüdü Y-dən, o da böyüdü Z-dən. Cavab Y bəndi. Bu əslində Y-dir, səhvən düşür. İndi burada bir məsələ var. Bu elədir bəlkə. Y fikirləşibsə, Y düşünüb yazılsa başqa şey. Nəysə. Mən bunu amma Y yazardım da yəni. Bilərdim ki, burada söhbət yerə gedir.
Düz yazırsan. Gəldik 6-ya uşaqlar. 6-nın cavabı, burada vəziyyət belədir. Mən bunu birinci qrupda salmışdım. İkinci qrupda salmışdım, güzel eləmişdim. Deməli, xrom 3 hidroksid veribdir, H-bromla reaksiyası. Bu 3 forma reaksiya gedə bilər burada. Deməli, xrom 3 hidroksid 1 mol H-bromla girə bilər. 2 mol H-bromla girə bilər. Bir də 3 mol H-bromla girə bilər. Birincidə bir hidrogen bir OH-ı götürər, alınan xrom OH 2 brom və 1 mol su. İkincidə 2 dənə hidrogen 2 dənə OH-ı götürər, alınan xrom OH brom 2 və 2 mol su. Üçüncüdə isə 3'ü də gedər, alınan xrom brom 3 plus 3 mol su. Burada molar kütlələri müqayisə edəndə OH-ın kütləsi 17-dir, bromun kütləsi 80-dir. Yəni, əgər brom OH-ı əvəz etsə, daha böyük kütləli bir maddə əmələ gəlir. O zaman burada ən böyük kütlə deyib ki, o tərəfdə yazıb ki, M3 böyük M2-dən, o da böyük M1-dən, hə? O zaman M3-ümüz budur bizim. Bu M3-ümüzdür, bu M2-mizdir, bu da M1-imizdir. Deyək, siz hesablamadan necə bildir? Dediyim kimi də, bromu çox olan daha ağırdır. Aydındır? İndi burada bizə həm də veribdir H-bromun girən miqdarı. A1-imiz neçə oldu bizim? 1 oldu. A2-miz 2 oldu, A3-ümüz 3 oldu. Atom sayında bizim C1-imiz bu neçə atomludur uşaqlar? 4, 5, 6. C2-miz bu neçə atomludur? 2, 3, o da 2, 5. Bəs bu neçə atomludur? 4 atom. Yəni A3 böyükdür A2-dən, o da böyükdür A1-dən. C1 böyükdür C2-dən, o da böyükdür C3-dən. Deyəsən B bəndi idi o. B bəndi, düzdürmü? Gedək B bəndinə baxaq. Ha, B bəndidir. Burada uşaqlar 7-ci sualda siz demişdiniz bu sual ilin əvvəlki illərinin qəbullarından seçilmiş suallardır. Demişdim də sizə, əvvəlki illərin qəbul suallardır bunlar. Uşaqlar, burada alüminium X-dən girir. X neçə atomlu bəsit maddə əmələ gətirir? Üstəl oxuyun, 1 atomlu. Y2 atomlu Z4. 1 atomlu bəsit maddə burada hansı əmələ gətirir? Bu O2 olur, bu da xlor2. Deməli S-də. X-imiz nə olacaq? S. Ya B-dir, ya D-dir. Razısınız, yoxsa yox? Oğlum, X 1 atomlu bəsit maddə əmələ gətirməyin. Bax da. 3 dənə X gelir. Alüminyum şahit nə demək? Əmsələn, baxdım, 2 valeti deyil ki, o da X. O valetliyə nə dəxli var? Bəsit maddəsini deyirəm də. Bəsit maddə... Oğlum, karbon 4 valetlidir. Nə ayağında C4 olur və ya. C-dir də. Başa düşməliyik ki, bu 2-yə baxmırıq, hələ bura baxmıram. Bəsit maddəyə baxıram. Görməliyim, burada hansı bəsit maddə 1 atomludur? Burada 2. Şüftür də. Oksigen O2 olur, xlor da xlor 2 olur. İndi 2 valentlidir, bəllidir ki, şüftür də, yəni. Bu alüminium 2, S3'dür də, yəni bu. İndi gələk digərinə. Burada biri 1 valentlidir, bu Y 1 valentlidir, Z isə 2 valentlidir. İndi bunlardan 1 valentli olan hansıdır? 1 valentli olan xlordur, 2 valentli olan da oksigen. O zaman bu tərsdir, tərsdir. Cavab Y bəllidir. Bu alüminium xlor 3 imiş, bu da alüminium 2, O 3 imiş. Düz yazmamışsan? Düz yazmışam, birinci B-də dizmişdim. Dedim ki B demədim, B və Y arasındayıq da. Davam edək. Davam edək. Şu an bunun da deyəsən izahını vermişdim, hə? Ümumiyyətlə, temperatur və təzyiq necə təsir edir? Təzyiqi artıranda V-nin az olduğu tərəfə yönəlir. Təzyiqi azaldanda V-nin çox olduğu yerə tərəf yönəlir. Temperaturu artıranda mənfi Q-yə, azaldanda müsbət Q-yə tərəf. Biz deyirik ki, başlanğıca yönəlsin. Deyəsiniz, niyə başlanğıca? Çünki bunun əmələ gəlmə istiqamətlə deyil. Bu da başlanğıc tərəfdir. Bura mənfi Q-isə bura nə olur? Müsbət Q. Burada neçə həcm qaz var? 2 həcm, burada neçə həcm qaz var? 1 həcm. Biz deyirik ki, sola getsin, solda həcm azdır. Həcm az olur, təzyiq nə olmalıdır? Artmalıdır. Solda müsbət Q-dür. Müsbət Q-dürsə temperatur azalmalı. Temperatur azalmalı, təzyiq artmalı. Cavab B bəndi. Təzyiq dediğinde başlamalısın. Təzyiq artanda həcmin az olduğu tərəfə yönəlir. Həcm harda azdır? Əvvəldə də biz əvvələ istəyirik. Əvvəldə az deyil, axırda azdır. Bir həcm qaz əvvəldə var, 2 həcm qaz Hayda. var. Elə deyil. Elə deyim, mən Sən nə üçün özür olmamışsın? mən də elə eləmişəm əslində. Cavabda bir yazmışam, bu iki bunu da belə qoymuşam. Amonyum karbonatın
termiki parçalanması. Şolar, amonyum karbonatı gəlib parçalayaq. Amonyum karbonat parçalananda bizə verir amonyak, karbon qazı və su. Düzəldi mi? Məncə düzəldi. Düzəldi. Bu 17 2'ye var, 34 gram bundan alınır. 44 gram bundan alınır, 18 gram da bundan. Deməli, o zaman biz kütlələrə uyğun X, Y, Z tapa bilərik də. Alınanlarda ən böyük kütlə kimdədir? X-də. Deməli, karbon qazı nədir? X. Ən kiçik kütlə nədədir? Z-də. Deməli, su Z-dir, buna da qalır Y. İndi bunların münasibətlərindən danışır. Birinci deyir ki, X-dən Y girəndə karbamidlə Z-i verir. X-dən Y girəndə. Yəni, NH3-dən CO2 girəndə bizə verir CO, NH2, 2 dənə plus H2. Həqiqətən də Y-nə X reaksiyaya girəndə karbamid alınır və Z alınır da. O zaman düz deyir də birinci fikir düz. Birinci fikir düzsə ikinci səhv olacaq. Çünki ikincidə də eyni reaksiyadır da. Gələm üçüncüyə. Üçüncüdə deyir ki, X-dən karbon girəndə CO verir. X-dən də CO2. Deməli, CO2 C ilə girəndə alınır C. Düz deyir də. Bu da düzdür. Dördüncü, Y-O2 ilə girib NO və su verir. Y-imiz nədir bizim? NH3. NH3 oksigenlə girəndə burada temperatur və təzyiq varsa NO və su verir, düz deyir. Təzyiq yansaydı N2 ilə su verərdi, bu da düzdür. Beşincidə nə deyir? X-O ilə girib, X nədir bizdə? CO2. CO2 girib oksigenlə N2 və su verər, yalandır. Altıncıda nə deyir? Z girir natrium OH-dan, natrium 2 Z-imiz nədir bizim? Su. Su natrium OH-dan reaksiya girmir axı. Doğru mu istəyir, yanlış mı istəyir? Doğru istəyirsə 1 üstü 4, yanlış istəsəydi 2, 5, 6. Bu tür sualları işləyəndə mən həmişə plus minusunu qoyuram, sonda baxıram. Doğru mu istəyir, yanlış mı istəyir? Adətən könül istəyir həmişə doğruları götürsün. Amma həmişə baxın. Baxın görünən doğru mu istəyir, yanlış mı istəyir? Nəysə sualda olana oxşursa bəs. Yox, səhv çıxırdı. Başa düşdüyünü karbamidzadı bilmirsən də ona görə yəni. Ha? Bu sual elə bir ki, biraz hələm keçmədiyim hissələrdəndir. Şu an temperatur əmsalını neçə verib bizə? Qammanı 2 verib. T1 neçə dərəcədir? 50 dərəcə Selsi. Neçə dəqiq? T1 neçədir? 12 dəqiqə. T2-ni bizdən istəyir. Və T2-ni də bizə verib neçə? 3 dəqiqə. Quram yazılır. Deməli, biz bilirik ki, T1 bölü T2 nəyə bərabərdir? Qamma üstü T2 çıxır, T1 böl 10. Elədir. Deməli, o zaman qoyaq yerinə. 12 böl 3 bərabərdir. 2 üstü X çıxılsın 50 bölünsün 10'a. 4 bərabərdir 2 üstü X çıxır 50 böl 10'a. 2 üstü 2 bərabərdir 2 üstü X çıxır 50 böl 10'a. X bərabərdir 70. Sən necə yazmışsın? 30. Yox, 70 yazmış. Düz yazmışsın. Bəli. Aferin. Davam edək. Növbəti sualda bu növbəti sualda məhlullar mövzusuna aid bir sualdır. Bana rahat sualdır bu. 11. Hə. Deyəcəm hamısını deyirəm də onsuz da. Hə, D bəndi deyirsən? Yox. Deməli, birinci başlanğıc məhlul 25%dir. Neçə faizlidir? Yəni duz olan hissəsi 25%dir və duz da 40 qramdır onda. Nə qədər duzu var? İndi 25% 40 olan ədəd özü neçə olur? Deməli, məhlul 160 qram imiş. Bu məhlula duz töküb. Nə qədər duz töküb? Deməli, 40 qram da duz tökdü bura. O zaman təzə məhlulum oldu 200 qram. Nə qədər oldu? 200 qram. Duzum nə qədər oldu içində? 40 vardı, 40 da gəldi. 80 qram da duz var. 80 də 200-ün neçə faiz idi? 40% deyil. 40% məhlul oldu. İsə düsturla yazın. Nə deyim? İsiz düsturla yazın, isiz xaçla yazın. Nəyə yazın? Başqa rəyini istəyirsiniz? Düsturla yazın. Xatla. Xaçla yazmış. Yaza bilmişdin? Siz mən də yazın xaçla. Yazın. Deməli, uşaqlar, birinci məhlul 25%-lidir. Hələ ki, burada mən tapıram bunun kütləsini. 25'i 40'sa tamamı nə qədər olur? 160. İkinci məhlul 100%-dir. Məhlul deyil, duzun özü 100%-dir. Hə? Duzun özü 100%-dir. Daha bunu əvvələ yazaq. 160 qram 25% götürmüşəm. 40 qram da 100% götürmüşəm. Bir X faizini almışam. Nə almışam?
Təbii ki, bura belə olur da. Bura olur 100 çıx x. Bura olur x çıx 25. Bunun buna nisbəti nədirsə, bununla nisbətli olur. Bununla böləndə neçə eləyir? O zaman bunu da buna böləndə 4 eləməlidir. 100 çıx x bölünsün x çıx 25 bərabərdir 4-ə. 100 çıx x bərabərdir 4x çıx neçə eləyir? 100-ə. 5x bərabərdir 200-ə. X bərabərdir 40. Aydındır. O bir daha. Ağzı açıq qabda bunları nə ediblər? Qızdırıblar, 20 qramdılar. Kütlə 11% azalıb, hə? Ağzı açıq qabda. Deməli, əldə var natrium karbonat və kalsium karbonat. Orta məktəb deyir ki, bunu nə qədər qızdırsan da bu parçalanır. O bunu qızdıranda nə verir? Kalsium, oksid və karbon qazı uçub gedir. Ümumi kütlə nə qədərdir? Ümumi kütlə nə qədərdir? 20 qram. Neçə faiz azaldı? 20-nin 11%-ni tapaq. 2,2 qram. Deməli 2,2 qram uçub gedib də azalma çıxan qaza görədir də. Normalda 44 qram gedəndə o 100 qram girmiş olur. 100 qram gedəndə 44 gedir. 2,2 20 dəfə az 20 dəfə. 5 qram. Deməli 20-nin 5-i buymuş, 15-i də buymuş. Əgər pay istəyirsə 75% budur, 25% də budur. Necədir? Başa düşdünüz? 100%. Yazmışdın. Hansı birləşmənin tam termiki parçalanmasından bərk qalın əmələ gəlmir? Uşaqlar, bərk əmələ gəlmir metallarda da. Elədir. Yəni bir şeyin içində metal varsa, o parçalanırsa, 100% metalın bir birləşməsi alınacaq, o da bərkdir də yəni. Aydındır, metallar, içində metalla birləşmələrin demək olar, böyük əksəriyyəti bərkdir. İndi hansı bənddə metal yoxdur, onu götür də. Elə də ki, bunun parçalanmasını vermişdim oksidlər bəhsində. N2 ilə su verir qızdıranda. Bu qazdır, bu da su temperaturun təsirindən zaten buxarda lap belə mayedir, fərqi nədir, bək deyil. Hansı bəndin parçalanmasını istəyirsin, onu da parçalayın. Hidrokarbonatlar həmişə karbonat verər, su verər, karbon qazı verər. Kalsium karbonat, su, karbon qazı. Həmişə belə olur. Aydındır? Değil işte. Neçəni? Değil. Nitridlər parçalanması biraz daha geniş anlayışdır. Aktiv metallar nitratları nitrid və oksigen verir. Orta aktiv metallar oksid NO2 və oksigen verir. Passivlər isə metalın özünün NO2 və oksigen verir. Amma litium və mis özünün orta aktiv kimi aparır. Yəni burada misin oksidi NO2 və oksigen alınacaq. Amma kalium NO2 parçalanında kalium NO2 və oksigen alınır. Sink NO2 də özünün orta aktiv metaldır. Ona görə sink oksid NO2 və oksigen. Gördün mis özünün onun kimi aparır. Hamısı yazılır. Oldu mu? Sizden alüminyum klorid da parçalayın. Yok. Parçalasız. Alınır NH3'den H2. Deməli bu birinci reaksiyada alınır natrium klor. Ne alınır? Natrium klor da NH4 olur. NH4 dolaşda davamsızdır. Ne verir? NH3 və suyu. O zaman əlimdə birinci prosesin sonunda nə olur? Birinci prosesin sonunda əlimdə var NH3, su və natrium klor. İndi su al. Bunlardan hansı oksigenlə reaksiyaya girir? Katalitik özdə. Bu girməz, bu girməz. NH3. Deməli bu ilk sonunda nədir? Katalitik oksidləşəndə nə verir bizə? NO ilə su. Nə verir bizə? Təzədən su girir oksigenlə? Xeyr. NO girir oksigenlə. Adi şəraitdə NO2 verir. Aydındır? NO2 Y Y-NO-dur, Z-NO2'dir. Y-NO-da dedi yox budur. Budur, oksigenlə girir adi şəraitdə NO2 verir. Sonra deyirik daha davam. Elə biləm, test bankdan suallara baxırıq, deyirəm növbət. Davamlı gedir yaxın. Uşaqlar, bu birinci reaksiya mənə H3PO4 verir. Nə verir? H3PO4. İndi burada nə alınacaq, onu tapmaqda biraz çətinlik çəkirsiniz, eləmi? İndi öyrədək də sizə. 4 dənə H3PO4 reaksiyaya giribdir. Kalsium 3PO4 2 ilə və bizə 3 dənə nəsə verib. 3 dənə nəsə verib. Bu 3 dənə nə olacaq? Əzizlər, əldə nə var? Əldə var kalsium, əldə var hidrogen, əldə var PO4. Düzdür yoxsa yox? Əlavə bir məhsul çıxıb ortaya? Xeyr. Kalsiumum neçə dənə idi mənim zaten əvvəldə?
3 dənə idi bu. Əmsal buraya yazılıbsa, o zaman kalsium sayı düşüblər 1-ə. Yəni də problem yoxdur. Yəni daha heç nə yazmağa ehtiyac yox. Hidrogen sayı neçə dənədir? Bax, 12 dənə. Neçə dənədir? Eğer 3'ü çölə çıxartmışamsa neçəsi qalıb? 4. Neçəsi qalıb? Bəs PO4 neçə dənə idi? 4'ü burada, 2'si də burada, 6 dənə. 3 çölə çıxıbsa neçəsi qalıb? 2. İndi 1, 4, 2'dən bir şey çölə çıxaramıram. Amma bunlar üçün ortaq bir vuruq çıxara bilərəm. 2'ni çölə. 2 bura çıxsa, bunun sayı neçə oldu? 1. Bunun sayı neçə oldu? 2. Bu 2'ni yazması hidrogen ayağında. Artıq ortaq söhbətli yox. Alınır kalsium dihidro ortalı sıfır. Alınır nə? Kalsium dihidro ortalı sıfır. İndi bizdən nə istəmişdi? Kalsium dihidro ortofosfatla nəyin fərqini istəmişdi? H3PO4'ün fərqini istəmişdi. Bunların fərqi nədir? Bunların fərqi bir kalsiumdur, elədir? Bir hidrogendir, bir dənə də PO4'dür. Elədir? Bu 40'dır, bu 1'dir, bu 30 neçə idi? 31'dir, bu da 64'dür. Topla qarşı geçsin. 136. Aydındır. Ayrıca tapmadım da fərqləri budur da. Bir kalsium fərqləri var, bir hidrogen fərqləri var bunların. Bir dənə də PO4 fərqləri var da cəm. Anlamadım, bəsdir. Burada 2 dənə cavab işarələyib, nə yazıb? 2 dənə cavab işarələyib, bunu işarələyib mi 136-nı? Bunu da işarələyib, onun yanındakini işarələyib üstünə xətt çək. Nəsə də plus qoy. 136 xətlənmişdi, yoxsa şeydir? 136 xəttlənməyib. Ay, yaxşı, götürmək insan. Biz tələbə gözümlü müəllimikdə. Sonra. 16. Şuralar. Var minimum oksidaşma dərəcəsi, var maksimum oksidaşma dərəcəsi. Hə? Eğer biri minimumdadsa, yəni ala biləcəyi bütün elektronları alıb da elektron ala bilməz. Minimum demək mənfi deməkdir. Mənfiyə tərəfdə nəsə, ya 0 ya mənfi. Və ala bilmirsən, yalnız verirsən. Yalnız verən nə olur? Yalnız redüksiya edici. Məsələn, maksimumda nə olur? Yalnız çünki verə biləcəyi bütün elektronları verir. Məsələn, orta hissə nə olur? Həm oksidaşdırıcı, həm reduksiya edici. İndi gələk biz baxaq, burada bizim nəyimiz var? Əlimizdə var kalsium, kalium, bir də flor, bir də şüd, bir də maqnezium, eləmi? Hə? X üçün baxmalıyım. X nə olmalıdır? Yalnız oksidaşdırıcı. Yalnız oksidaşdırıcı nə zaman olurlar? Maksimumda. Kalsium maksimumda deyil, kalsium maksimum müsbət 2-dir, A bəndi getdi. Olar, olmaz. Oksigen maksimum müsbət 2-dir, florda. Qaldı 3 bəndi arasında. Y nədir? Yalnız reduksiya edici. Yalnız reduksiya edici nə zaman olurlar? Minimumda. Kaliumun minimumu 0'dır, bunu vurmuşuz zaten. Florin minimum mənfi 1'dir, bəli olar. Kalium minimum olar, üçü də oldu. Yəni ola bilər üçü. Gəldik indi həm oksidaşdırıcı, həm reduksiya edici nə zaman olurlar? Ortada, hə? Gəlin baxalım. Flor 0, axı müsbət olmur flor. Bu elə bunun maksimumudur da zaten. Deməli bu bəndi vurduq. Şüd. Şüdün vəziyyəti belədir uşaqlar. Şüd olur mənfi 2, mənfi 1, 0, müsbət 2, müsbət 4, müsbət 6. Yəni 0 onun nə idi? Orta hissəsi. Yəni minimumda deyil, maksimumda deyil. Orta hissə həm-həmdir. O zaman bu ilk Z şurada olar, bu sol cəbəndə. Bunu buradan sil. Kalsium bəs. Hansı var? Kalsium olur abla. Mən iki arasında qalmışdım. Hansı bəndin arasında qaldı? D variantında Z kalsium. Bu axı minimumudur bunun. Minimumda nə olur? Kalsium mənfi olmur axı. Kalsium nə olur? Kalsium 1 0 olur. Kalsium 1 0 olur, bir də müsbət 2 olur. Yəni minimum budur, maksimum budur. Bunun ortası yoxdur, amma həm olsun. Aydındır? Bilirdin əslində, düzdür? Ya buradan karıştırmışam. Bu harda deyəsən neçənsə sual nizam deyim, orada şuradan bağlı bir sual. Yoxsa sizdə birinci qrupdaydı. 20 sual. Silim. Devam edək. 17-ci sual biraz da salmışdı. Yəni, rahat sual idi, mən də saxladım. Şuralar. X'in protonu 26'dır, yəni müsbəti 26'dır. Elektronu isə mənfisi, yəni 24'dür. Yükü neçədir bunun? Müsbət 2. Bir dənə elektron verib mənfi 23'ə düşür. Onda neçə olur? Bitti. Elə deyil. Gəldik indi dəmir 2 sülfatın hidrolizinə. Şuralar. Bu hidroliz haqqında biraz istəyirəm. Onu da xatırlatma olsun sizə. Mühit falan belə şeylər. Belə şeylər. Birincisi, qulaq asın müəllim.
Bu dəmir 2 sülfat. Bunun əsas hissəsi ferrum OH. Düşmür buna, düzdür? Bunun əsas hissəsi nədir? Ferrum OH2. Bəs bunun turşu hissəsi nədir? H2. Qüvvətli olan turşudur yoxsa əsasdır? Deməli, qüvvətli turşu, zəif, əsas. Mühit necə olacaq mühit? Mühit olacaq turşu. Lakmusda nə ki qoyulacaq? Qızadır. CH müsbət yoxsa COH mənfi? Turş mühitdə OH mühit. pH 7-dən nə olur uşaqlar? Proses kimə görə gedir? Zəifə güclüyə? Zəifimiz müsbətdir, güclümüz mənfidir. Deməli, kationa görə gedir. Nəyə görə? Proses neçə mərhələli olacaq? Əgər mərhələ sayını bilmək istəyirsənsə, bu proses neçə mərhələ gedəcək, zəifə bax. Nəyə bax, nəyə bax? Nəyə bax? Bizə baxırdıq öyle. Nəyə bax, zəifə bax. Zəifin neçə turşula əsasdır? Deməli, 2 mərhələdə gedəcək. Neçə mərhələdə? Birinci mərhələdə zəifin duzu alınır. Nəyə alınır? O zaman birinci mərhələdə alınacaq ferrum OH 2SO4. Sonuncu mərhələdə də zəifin özü alınacaq ferrum OH 2. Birinci mərhələnin məhsulu budur, əsası duz. İkinci mərhələdə də əsas özü alınacaq. Təbii ki, sən buradan bunun təlliyini görmədin. Mən bu səsi təlliyini də yazacağam. Sadəcə olaraq biz bir dənə buna baxmalıyıq. Bu qədər bilgi əldə eləmiş oluruq. Elədir? İndi gəlin bu təlliyini yazın da sözü. Biz bilirik ki, 2 mərhələdə gedəcək. Birinci mərhələdə necə duz alınacaq? Necə duz alınacaq? Maraqlı deyilsə izah eləməyin. İzah eləməyə bilərəm yəni Nilda. Maraqlı deyilsə bilərəm. Qulaq asmırsan axı. Asıram. Təsəvvürdə ona görə. Deməli yazıram HOH. Nə verir bizə? Deməli bu dəmir ferrum OH2 çevirmək istəyir. Amma SO4 250 tutub onu. Əvvəlcə bunu verəcək. Ferrum OH 2SO4 plus H2SO4 bu birinci mərhələ. İkinci mərhələdə ferrum OH 2SO4 təzədən su ilə qarşılıqlı təsirli olacaq. Bizə verəcək nə? Ferrum OH 2 və H2SO4. Bu hər iki mərhələnin molekulyar təmliyidir. Nə idi? Molekulyar təmlik. Nə idi bu? Digər kamyon təmliyi yazaq. Kamyon təmliyi yazanda bu dəmir 2 müsbət verir və SO4 2 mənfi. Plus H suyu parçalaya bilməzsə, bu nə verir bizə? Ferrum OH müsbət 2 dənə. Burada 2 yazılır. Plus SO4 2 mənfi plus 2 dənə H müsbət plus SO4 2 mənfi. Bu SO4'lər üstün vur çünki bunlar işə yaramadı. O zaman birincinin qısa yöntəmi nə tər olur? 2 dənə dəmir 2 müsbət üstəgən HOH bizə verəcək 2 dənə ferrum OH müsbət və 2 dənə H müsbət. Mühit tuşdur, proses kationa görə gedir. Var mı cavab uşaqlar? Var da. İndi bunu yazaq, bunu parçalayaq. Bu dissosiasiya ilə bizə nə verir? Burada 2 yazmalıyam. Sonra suyunu da babana 2 yazmalıyam. Düzəldi. Yox, düzəlmədi. Və bu bizə verir 2 dənə ferrum OH müsbət plus SO4 2 mənfi plus 2 dənə HOH. O da bizə verir 2 dənə ferrum OH 2 plus H 2 dənə H müsbət plus SO4 2 mənfi. SO4'lərin üstünü silək çünki bunlar işə yaramadı. Bu tam yöntəmlidir. İndi qısa yöntəmli yazıram. Bir dəqiqə 2 dənə ferrum OH müsbət plus 2 dənə HOH bizə verəcək 2 dənə ferrum OH 2 plus 2 dənə H müsbət. Təbii ki, bu ikiləri buradan silərəm. Bunlar mənim işimə yaramadı. Bu da ikinci mərhələnin qısa yöntəmi. İçine ferrum OH oldu. Allah birinci yöntəmi. Burada bilirsən, hə? Ha, yok lap yukarı. Burada. Yok, biraz yok. Biraz yok. Sağa. Ha, o niye altta çiçim oldu? O çatım buraya. Ayrıldı da oğlum, bu nəyə ayrılır? Əsas duzla necə dissosiya edir? Əvvəlcə turşu qalığını itirir, sonra davam eləmir də, bu da belə deyildir. Bu nədən ibarətdir? Ferrum OH-dan və SO4-dən ibarətdir. Ferrum OH müsbət və SO4 2 mənfidən ibarətdir. Davam edək. Birinci mərhələ kamyon təmliyi, ikinci mərhələ kamyon təmliyin Fərqi nədir? yoxdur da.
Niyə? Bu dəmir 2 müsbətdir burada iş görən. Burada dəmir OH müsbətdir. Qısa yol. Burada dəmir OH müsbət alınır, burada dəmir OH 2 alınır. Tam yönteminde niye yoktu ki? Burada tam yöntemde dəmir 2 müsbət nəsə olur alınır, burada isə dəmir OH müsbət nəsə olur. Fərq var axı. Şu anda helyuma göre sıxlığı 10 olan qazın kimya formulu istəyir. Çox rahat bir sualdır. Helyuma göre sıxlığı 10 olan, yəni helyumdan 10 dəfə daha ağır. Helyum 4'tür, düzdür? 4'dən 10 dəfə ağır nə olur? Biz bilirik də helyuma göre sıxlıq tapanda molar kütlə neçəyə bölürsən? 4'ə. Əgər 10 alırsansa molar kütlə 40 olmalıdır. 40 olanda burada. Sevib çağır 4. Karbon 12'dir. 3 dənəsi 3 vur 12. Üstə gəl hidrogen 1'dir, 1 vur 4. Bilir 40. Bu propindir. Və yaxud da propadiyen ola bilər, ya propin. Onlardan biridir. Formuldan bəlli deyil, amma ya propinli, ya propadiyen. Sonra, şuralar. Xlorun vəziyyəti belədir. Bunu bayağı izah eləmişdim. Xlor mənfi 1 olur, 0 olur. Müsbət 1 olur, müsbət 3 olur, müsbət 5 olur, bir də müsbət 7 ola bilər. Bilirik ki, maksimumda nə olurdu? Yalnız nə? Yalnız oksidləşdirici. Minimumda nə olurdu bəs? Minimumda yalnız redüks edici. Bəs bu arada nə olurdu? Həm. Nə olurdu? Həm. O zaman müsbət 7 olan yalnız oksidləşdiricidir, 0 olan. 0 olan da aradır. Yəni həm oksidləşdirici, həm redüks edici ola bilər. Hansı variantdır? D variantıdır. Bəli. Gəlirik burada kükürdü salır nə ilə? Qatı nitratdan salır. Kükürt qatı nitratla girəndə bizə sülfat turşusu verir. Deməli, S üstə gəl HNO3-ün qatısı. Bizə verəcək H2SO4, NO2 və su. Buyur. Buraya bir de yazaq. 4 yazaq, buraya 4 yazaq. Düzəldi mi? Düzəldi. Nasıl yok? Düzəldi mi? Oksigen sayı çox oldu. Düzəldi. Düzəldi. Sıfırdan müsbət 6'ya, 6 elektronun. 5'ten 4'e 1 elektron. Bura 1, bura 6. Bura 6. Şimdi düzeldi mi? Hidrojen sayısı oksijen yazalım. Burada 18'i var. Bura bir 2 yazsam düzeldi. Düzdür. Düzeldi mi? Şifa eləmeye çalıştım. Normalde 32 gram girəndə NO2 neçə mol alınır burada? Burada NO2'nin sərf olunduğunu göstərir. Sərf oluna bilməz, alınır burada. O da ki, rədd elə. Sülfat alınıbdır 32 gramdan 1 mol. Bizdə isə 8 gram götürüb. 8 gramdan neçə mol alınır? 0,25 mol. 0,25 alınmalıdır. Bu nə qədər alınır bəs? Deməli, yanlış. Su, 32 gramdan 2 mol su alınır. 8 gramdan 4 dəfə az, 4 dəfə az. Nə qədər alınacaq? 0,5 mol su alınacaq. Su 0,5 mol düzdür. Cavab yalnız 3. Cavab nədir? Yalnız 3. Aydındır? Hə? Gəlin 22-ci suala, maraqlı sualdır uşaqlar. İki cür yanaşma ilə bilərik burada. Hər ikisində sizə deyəcəm necə işləmək olar. Birinci yol budur ki, əldə var magnezium, bir də magnezium nitrat. Əgər oksigen mühitində bunları közərdirsənsə, bu oksigenlə reaksiyaya girər. Bu isə parçalanır. Düzeldi mi? Düzeldi. Düzeldi mi? Düzeldi. Bizim nə qədər, burada bir məsələ var. Nə zaman sondakı bəşqalıqla əvvəlki bəşqalığın kütləsi bərabər olur? Belə deyim, sənin cibindəki pul nə zaman, yəni bugünkü sabahki bərabər olur. Sən xərcindən gəlin gərəyin olsun da. Mən 500 man xərcləmişəm, bir həftə sonra 500 manata qazanmışam. Onda mənim əvvəlki alımdan son alım nə olur? Bərabər. Bunların qazandığı bu oksigendir. Yəni, bu oksigen hesabına kütlə artır da. İtirdikləri də bu qazlardır da. Bunları itiriblər.
Əgər əvvəlki kütlə son kütləyə bərabərdirsə, yəni bu buna bərabərdirsə, elə deyir də orada. Reaksiya sonunda alınan bərk qalının kütləsi başlanğıc qarşılığının kütləsinə bərabərdir. O zaman bura gələnlə buradan gedənin kütləsini almalıdır. Elə deyil, elə deyil. O zaman burada gələn normalda bu 32 qram gəlir, bu 24, 48 olanda. Bizdə bu nə qədər verib bəs? 81. 81 isə bu nə qədər gəlibdir? Bir dənə 81-i vurun 32-yə, bölün 48-ə. 242. Bir dənə şey tez vurun bölün. Səysən biri vur 32. Bölün 48. 54. 54. Deməli, gələn 54 qramdır. Nədir? Gələn. O zaman gedən də nə olmalıdır? Gedən də 54 qram olmalıdır. Normalda bunlar nə qədər gedirlər? NO2-nin kütləsini verdi, 46-nı vur 4-ə. 46-nı vur 4-ə. 184. Üstə gəl 32. 216. Normalda 216 gedir, hə? Bu nə qədər olanda? 296 qram olanda belə olur, hə? Bu nə istəmazdı bundan? 4-də. 4 deyil. Bunu da böl 4-ə. Əvvəlki qarşıda 74 qram maqnezium nitrat olur. Bildiniz bu məntiqi yanaşmanı? Gələnlə gedən bərabərlərin, hə? Təbii ki, sənin oğluna gəlmir də bu. Gəlir, gəlmir, hə? Gəlmir, sənin oğluna gələnlə işləyək də bu, nə olacaq ki? Ha, gəlmir, gəlmir. Və bunları silək. Bu gələn gedən məsələsi nə olacaq gələn şey deyil. Yalanlar özümü incitməyim. Ha? Nə deyirsən? Yaxşı, o zaman biz belə işləməyik bunu. Biz belə işləyək. Normalda biz... Siləm buradan. Bu olsun belə. Normalda biz 48-dən nə qədər alırıq maqnezium oksidi? 24 oldu. 80 alırıq da. 80. 81-dən nə qədər alacaq? Onu da bir dənə demədən. 48-dən 80 alıram. 81-dən nə qədər alacam? 81-i 80-ə vurub 48. 135 qram burada alır. Neçə qram alıram? Super. Deməli 81 qram girdi, 135 qram əmələ gəldi. Bu 296 girəndə bu nə qədər alınırdı? 80 alınır. İndi bu 296x girsə bu nə qədər alınır? Elə olar, elə olmaz. Demir başlanğıcdan son bərabərdir. O zaman 81 üstə gəl bu. Bərabərdir. 135 üstə gəl. 80x. Deyəsən, niyə bunu x götürüb, bunu bir x-dən ifadə eləmədim? Belə rahat olur da, ona görə 296x 80x yazdım. Belə rahat olur da, hesab işlə baxalım. İndi burada 80-i bura atsam, bunu bu tarafa atsam nə olur? 216x nəyə bərabərdir? Bundan bu çıx. 54 edir, neçə edir? 54 edir. X bərabər neçəyə? 4-də 1. Neçəyə? İndi burada 4-də 1 yerinə qoysam neçə eləyər? Deməli, neçə qram girib bu? Bu da sənin ağlıma gələn yol. Nə deyim? Tək elə olsun, tək elə olsun. Niyə başa düşmədin ki? 81 bunu vermişdi, 135 alsın. Bunu verməmişdi, buna 296x dedim. Niyə 296? Çünki 296 da qoysun. Qoy rahat hesab oxanımda. 296-da 80 alıram, 296x-dən də 80x alacam. Demir əvvəlki kütlə sona bərabərdir, bəklədim. Əvvəl bərk bu ikisidir, sonda da bərk bu ikisidir. Bərabərdir, biz tapdım, qoydum yerində burada. Tapdım 70'dir. Axırda 235 qram alınan deyil ki. Elə, yox. Əvvəlki bərklər bununla budur, son bərklər də bu ikisi bir yerdə. Əvvəlki nə deyil, son bərabər. Bu ikisi ilə bu ikisi bərabər olmalıdır. Bunlar eyni məhsul olmadı mı, mənə dəxli yoxdur da. Birinci prosesdə alın, ikinci prosesdə alın. Cəmi də, cəmi. Ne yapıyormuş? Bunu dinlemedim, ne oluyor? Sende var ya, yarısını kulak asırsan, yarısını kulak asırsan. Yaxşı. Devam eləyək. Bu 23'ü deyəsən demişdim, ha? Burada biraz quruluşunda səhv yazılıbdır. Bu qədər mol dissosiasiyası yox, bu qədər mol həll olub. 1/25 mol eləmişəm. Deməli, mən həll eləmişəm 1/25 mol. Dissosiasiya edir onun 80%, nə qədəri? Dissosiasiya edir, o da edir 81, 25-80% 1 mol edir. Deməli, 1 mol xn, y4, m dissosiasiya edir. O da mənə nə verir, o şey olur. N dənə xm müsbət verir, m dənə də y4, n mənfi verir. Yəni, bunun 1 molundan normalda nə alıram? N üstə gəl, m alıram da yox.
Elədir. Elədir. Bu da deyib ki, prosesdə mən bu qədər iyon almışam. Bu sayı altda %2 vur. 10 üstü 23-ə bölsəm neçə mol edir? 4. O zaman 1-dən 4 alıb. Enəm zəmi 4. Aydındır? Hə. 24-cü sualda deyir ki, qaz qarışımı var, içindəki karbon kütləsi 72 qramdır. Cəmi neçə moldur? Düzü bunu belə eləmək olar. Necə eləmək olar? Deməli, C2H4-üm var. Buna bir X desəm, CH4-də də deyərəm 4x. Niyə 4x deyirəm? Çünki cəmi 4 mollar axı bunlar. Bunun içində var 24 qram karbon, X molunda olacaq 24x plus. Bunun içində var 12 qram karbon, bunda da olacaq 12 vurulsun 4x. Bərabərdir 72-yə. Buradan bunu hesablayaq, 24x üstə gəl 48 çıx 12x bərabərdir 72-yə. 12x bərabərdir 20 neçə, 24-ə, x bərabər neçə 2. Deməli, bu da 2 mol imiş, bu da 2 mol imiş. Neçə mol metan var? 2 mol. İkisi də 2 mol imiş. Aydındır. 25-ci sualda bir qurğu var, azonator. Azonator qurğusu. Bunun bir qısa yolunu demişdim sizə də, sağda solda gərək element sayı bərabər olsun. Deyəsən, mənim sayı bərabər olmasını gərək molu bilim. Eyni şəraitdə qazların bərabər mollarında bərabər həcm tutmurlar, həcmlərlə molları bərabər olmur. O zaman bunu mol kimi qəbul edib belə işləyəcək. 70 vur 2 neçə eləyir? Deməli, əvvəldə 140 oksigen var. Burada 40 vur 2 neçə eləyir? 80 burada neçə olmalıdır? Burada da 60 olmalıdır da. Bu neçə olmalı ki, buranda 360 edəsin? 20, tamam. Aydındır? Bəli? Adi yollar ki. Belə mənim çətin getdi. Mən normalda burada yazmıram ha yəni. Neçə eləyir? 140, 40, 80, 60 bölü 3. Belə rahat deyil ki. Bildiyimi nərdəysən balam, başa düşdüm nərdəysən. Sən deyirsən ki, bununla işlə də müəllim. Başdır, işləyim də. Deməli, 70-dir, 40 artıq qalırsa 30'u girib. 3'ə 2 alınırsa 30'a da 20'si alınır, deməli 20. Belə mi demək istəyirsən? Əlbəttə olar, nəşə olmursun. Bu da bir yol, o da bir yoldur. Benim o yol da belə deyim də sizə. İstəmirsən? Devam edək. Uşaqlar, xlorun burada oksigenli turşularından danışır. Xlorun hansı oksigen turşuları var? H-xlor O4, H-xlor O3, H-xlor O2, H-xlor O. Perxlorat, xlorat, xlorid, pipoxlorid. Burada müsbət 7'dir, burada müsbət 5'dir, burada müsbət 3'dür, burada da müsbət 1'dir. De tapılış qaydasını yazmıyor. Bu da mənə deyir ki, oksigenləşmə dərəcələri belədir. B böyükdür, deməli bu B'dir. Bu nədir? B böyükdür nədən? A'dan. O da böyükdür nədən? D'dən. O da böyükdür nədən? C'dən. B nəyə uyğun gəlib? Y-ə. Bu A, X-ə, D, T-yə, bu da Z-dən. Mənə demişdi, X və Z-in molekullarının sayı. Neçə atomlu? X neçə atomludur uşaqlar? X 5 atomludur. Bir də nədir? Bir də Z. Z neçə atomludur? Z də 3 atomludur. 5 3-ün cəmi neçə eləyir? 8. Çıxmırsan? Cəm istəmişdi axı, niyə çıxdın ki? Deməli, burada məhsulları gəlin yazaq, sonra da uyğunlaşdıraq da bunlar. Nə deyirsiniz? Dəmir xlorun özü ilə girəndə 3 valetli olur. Neçə valetli olur? 3 valetli dəmirin düzü alınır. Yəni ferrum xlor 3 alınır. Burada müsbət 3'ə gəlib 0'dan. Dəmir burada alınacaq, sink dəmiri çıxaracaq. Sink SO4 və dəmir 0 bəsit. Burada müsbət 2'dən gəlibdir 0'a. Bu piritdən yerində ferrum 2O3 alınır, bir də SO2 alınır. Yəni burada müsbət 2'dən gəlib müsbət 3'ə, bu etməni kimi yaramır, deməsi yoxdur. Və o baktirdə. Dəmir duru ilə girəndə 2 valetli olur. Ferrum SO4 və H2. Yəni 0'dan gəlib müsbət 2'yə. Qatı ilə girəndə 3 valetli olur, özü qızdırmasan getməz. Qızdırmasan neynəməz? Getməz. Deməli, NO alınır və su alınır. Dəmir də gəlib 0'dan burada müsbət 3'ə. Deməli, müsbət 2'dən müsbət 3'ə, 2'dən 3'ə yalnız deyəsən burada. 1'də C'dir. 2'dən 0'a, hara gəlib 2'dən 0'a? Burada. Yəni B'də. 3'də də 0'dan 3'ə. A'da və Y'də. 1 C, 2, B, 3 A'yı. Bəziləri burada 3'ə ancaq A yazmışdı. Əlbəttə. Bunu mən nəzəriyyədə
vermişəm, həm azotda, həm dəmirdə, həm də ki duzlarda vermişəm. Duzlarda amma deyəsən səhv vermişəm. Digərləri düzdür, duzları səhv. Gəldik situasiyaya. Deməli uşaqlar, deyir ki, şagird sınaq şüşəsində dəmir qırıntılarını xlor türsündə tam həll edir. Deməli, birinci reaksiya, dəmir xlor türsündə tam həll olur. Bu zaman dəmir ekvivalentli olur. Ferum xlor 2 alınır və H2 utur gedir. Reaksiya budur. Alınan məhlul üzərinə müəyyən miqdar natrium OH töküb. Əgər natrium OH tökübsə, o zaman dəmir xlor 2 girir natrium OH-la. Ferum OH 2 yaşılımtıl çöküntü, nə? Və natrium xloru alınır. Sonra deyir, bu zaman keçdikdə yaşım çöküntü havada tədricən qonurlaşır. Bu da üçüncü reaksiya, havada tədricən qonurlaşma budur. Dəmir OH2 su ilə və oksigenlə reaksiya girib, ferum OH3-ə çevrilir, yəni pasa. Bu da qonur çöküntü. Nədir? Qonur. Bunu da bir dənə hamsallaşdıraq. Bura bir 2 yazsam, burada 2 yazsam. Düzəldi mi? Düzəldi, hə? Düzəlmədi. Yox, burada 3 yazmalıyıq. Belə saxlasam düzdür? Yox, düz deyil. Belə edək, 2-dən 3-ə, 1 metre. İndi düzəldi mi? Düzəldi. Reaksiya budur. Nə istəyir bizdən? 36 qram yaşılımtı çöküntünün əmələ gəlməsində sərf olunan 40% atılmış məhlulun kütləsini tap. Nə qədər alındı yaşılımtı çöküntünü? 36 qram. Normalda bunun kütləsi nə qədərdir? Şuralar. Normalda bu 56-dır, bu da 34. Neçə edir? 90 edir də, hə? 56, 34, 90. Normalda 90 qram alıram. Bu 2 dənə natrium, yəni 80 qram giləndə. Mən nə qədər almaq istəyirəm? 36 qram. Deməli, 10-a böl, 4-ə vur. 10-a böl, 4-ə vur. Deməli, bu nə qədər lazımdır? 32 qram. Nə qədər lazımdır? Bu neçə faizi məhluldur? Neçə faizdir? Əgər 40 faizi məhluldirsə bu, o zaman bunu 100 faizini tapaq da. 32, 80 qram. Nə qədər lazımdır sənə? 80 qram. Məhlulçisi. Sonra da qonur rəyli birləşmənin formunu yazın. Qonur rəyli birləşmənin formunu yazın. Bu birinci sualın həlli budur. İkinci sualın da cavabı olacaq ferum OH3. Həlli yazmamışam. Həlsiz olmaz ya. Cavablar düzdür. Yox, orada ikincidə formal istəyirik. Ferum OH3 yazmalısın. Yazmışam ferum OH2 plus 12. Düz yazmamışsın. İkincidə nədir? Cavab vəraqlıdır. Bu iki gəlib varaq. Yox, bu varaqda verməmişdim də bunu. Bu kimi salmışam. Cədvəl var, orada cədvəli tamamlayırsan. Böyle də ki, tamamlayaq da, elə bu var da. Birinci reaksiya nə istəyir? Daxil olan istihdamlar. Birinci reaksiya tipi nədir? Əvəz etmədir. Ha? Birinci reaksiya nədir? Dəmir gəldi, burada nəyə əvəz edir? Hidrogeni. Üçüncü reaksiya tipi nədir? Bəs birləşmə. Üçüncü reaksiya nədir? Birləşmə. Deməli, bu olacaq. Əvəz etmə. Bu da olacaq nə? Birləşmə. Aydındır? Yazmısan reaksiyanı? Hər ikisini düz yazmısan? Yarım bal vermək olar da. Yaşılımtı rəyli çöküntünün qonurlaşması prosesində əks etdirən qrafika əsasən x və y-in qiymətini hesablayın. Bunu səhv edir çox uşaq. Niyə səhv eləmişdi? O vaxtda da səhv eləmişdilər. Deyim sizə niyə səhv eləmişdilər. Çünki istifadə olunanla artıq qalan miqdarı səhv salmışdılar. Birincisi, yaşılımtı çöküntü 36-dan 18-ə düşəndə bu sıfırdan nəyə qalxıbdır? Çünki bu məhsul daxil qonur. Yəni bu 36 olanda bu 0 idi. Bu 36-dan 18-ə düşəndə nə qədər sərf olunur bu? Deməli 18 qram. Bu 18 qram sərf olunanda bu y əmələ gəlir. Nə qədər əmələ gəlir? Halbuki onu hesablayaq görə bu nə qədər əmələ gəlir. Bunu belə deyək də biz. Bunların fərqi nə işləyirsə yazın bunu. Yazaq da bu 94-dür. 4 vur 90. Bu da 4 vur 117, 107 edir də bu deyəsən. 107 edir yəni bu. 107 ver. 107.
Cəb 4-ləri birinci silək buradan. Silək. Bu 90-dan 18 5 dəfə az deyil. 5 dəfədir yoxsa yox? Bəli, 5 dəfə. O zaman bu 107-ni də 5-ə böl, alalım miqdarı. 107-ni 5-ə böləndə 2, 21.4. Burada. 2, 21.4. 21.4 tapdım. Deməli bu neçə olur? 21.4. Bir deyir 32 anla da bəs bu neçəyə düşüb. Nə qədər sərf olunub demir ha, neçəyə düşüb. Mən sərfi tapacağam. Çıxır. Sonra çıxacağam ki, neçəyə düşdüyünü tapım. Deməli, mən indi bu silək bunu. Birinci misal elədikdə y-i tapdıq. İndi gəlin bir də nəyi tapaq? X-i. X, bu, əgər bu alınan 32.1-dirsə, bu 107-dən bu 32.1 görəsən bu nə qədər sərf olunubdur? Ya bunu tapaq. Deməli, 32.1-i vur 90-a bölü 107-yə. Bu 4-lər lazımdır bizə. 32.1-i vur 90-a bölü 107-yə. 27. Neçə edir? 27. Deməli 27 qram sərf olunub sərf. 36-dan 27 çıx neçəyə düşüb? Məncə 9. 9. X 9 olmalı uşaqlar. X-ə 27 yazanlar səhv edir. X-ə 27 yazanlar nə edir? Çünki o 27 sərf olunan miqdardır. O bizdən sərf olunan miqdarı yox, nə istəyirdi? Bu qrafikdə 32.1 qonur yarananda bu neçəyə düşür? Neçəyə düşür? 9-a düşür. Yəni neçə qram sərf olunmalıdır? 27. Aydındır? Başa düşdünüz?